Prezident İlham Əliyev dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Sərəncam minimum aylıq əmək haqqının artırılması və minimum aylıq əmək haqqının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 8 fevral tarixli 937 nömrəli sərəncamının icrasını təmin etmək məqsədi ilə imzalanıb. Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli sərəncamında dəyişikliklər edilib. Sərəncam 2019-cu il martın 1-dən tətbiq edilir. Qeyd edək ki, indiyədək Azərbaycan Respublikasının dövlət orqanlarında qulluq edən dövlət qulluqçularının aylıq vəzifə maaşının minimum məbləği inzibati vəzifələr üçün 275 manat, yardımçı vəzifələr üçün 165 manat müəyyənləşmişdir. Daxili İşlər Naziri General Polkovnik Ramin Yusubov yeni rəis təyin edib. Qafqaz İnfonun məlumatına görə Ramin Yusubovun müvafiq əmri ilə polis mayoru Məmməd Əliyev Yasamal rayon Dövlət Yol Polisi şöbəsinin rəisi vəzifəsinə təyinat alıb. Xalq artisti Könül Xasiyeva bir dəfəlik rayona köçür. Bu barədə xanəndə 5-5-də özü məlumat verib. Könül Xasiyeva bu addımı vida konsertindən sonra atacağını efirdən bəyan edib. Martın 17-si, 18-də vida konsertim olacaq. Sonra rayona köçmək istəyirəm. Yarım əsr yaşadım, yaxşı yaşadım. Rayonda ata evim yaxşı təmin olunub. Anam da təkdir. İstəyirəm, gedim. Qeyd edək ki, sənətkar əslən Şəki bölgəsindəndir. Azərbaycanın xalq artisti Emin Ağalarov və atası Araz Ağalarov yenidən ABŞ məhkəməsinə müraciət ediblər. Məlumata görə, Rusiyalı biznesmenlər Demokratlar Partiyasının Milli Komitəsinin onlara qarşı qaldırdığı iddianın rədd edilməsini xahiş ediblər. Demokratların Milli Komitəsinin ötən il qaldırdığı mülki məhkəmə iddiasına əsasən Ağalarovlar da daxil olmaqla bir neçə Rusiyalı 2016-cı il Amerika seçkilərinə müdaxiləyə görə cavabdehlik daşımalıdır. Bu şəxslər əlbir olaraq partiyanın seçki qərargahına kiber müdaxilədə və prezident seçkiləri kampaniyası zamanı elektron məlumatların ələ keçirilməsində ittiham olunurlar. ABŞ məhkəməsi bu iddianı baxılmaq üçün qəbul edib və prosedura görə iddianın nüsxələrini cavabdehlərə də göndərib. Lakin iddianı Ağalarova çatdırmaq mümkün olmamışdı. Ağalarovların cavab iddiasına əsasən Demokratların Milli Komitəsi onların seçkilərə müdaxiləsinə dair hər hansı sübut təqdim edə bilməyib. İddia ərizəsində Ağalarovların seçkilərə müdaxilə planında əli olmasına və ya bu plandan xəbərdar olmasına dair hər hansı qeyd də yoxdur. Ağalarovlar hesab edir ki, onlara qarşı ittiham ancaq Rusiyalı olduqları və Donald Trumpla təmaslarına görə irəli sürülüb. Bildirilir ki, Demokratlar ötən il iddia qaldıranda Ağalarovlar onun rədd edilməsi üçün məhkəməyə müraciət etmişdilər. Bu ilin yanvarında Demokratlar iddiaya düzəliş edərək yenidən məhkəməyə təqdim ediblər və nəticədə Rusiyalı biznesmenlər yenidən iddianın rədd edilməsi üçün məhkəməyə müraciət etməli olublar. Bu arada Konqresin Nümayəndələr Palatasında çoxluğa malik olan Demokratlar Trump-Rusiya gizli işbirliyinə dair yeni təhqiqat başladıblar. Konqresmenlər bu təhqiqatla bağlı Trump-Rusiya gizli işbirliyində əli ola biləcək hər kəsdən, o cümlədən Ağalarovlardan təhqiqata kömək etməyi, əllərindəki məlumatları onlarla bölüşməyi xahiş edir. Təhqiqatın nəticəsi olaraq Trumpın barəsində impeachment proseduru başlada bilər. Qarabağda müharibə başlasa, Azərbaycanı çox ölkə dəstəkləyəcək. Bu barədə Respublika Partiyasının sədr müavini Armen Aşatyon açıqlama verib. Minsk qrupunun həmsədrləri, həmçinin Yohannes Kahn və Frederika Morgenin simasında bütün Avropa Birliyi nümayəndələri Nikol Paşinyanın təşəbbüslərini dəstəkləmirlər. Bu təşəbbüslər arasında Qarabağın danışıqlara qatılma məsələsi də var. Rəsmi bəyanatlarda ilkin şərtin irəli sürülməməsi deyiləndə məhz bu nəzərdə tutulurdu. Ona görə də hərbi əməliyyatlar bərpa olunsa, Dünya Birliyinin önəmli hissəsinin Azərbaycanı dəstəkləməsi ehtimalı var deyə Aşatyon qeyd edib. Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Tədqiqat İdarəsinin Əməliyyat şöbəsinə
İki Azərbaycan vətəndaşı tərəfindən müxtəlif malların gömrük sərhəddindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi ölkə ərazisindən keçiriləcəyi barədə məlumat daxil olub. Baş verən qanun pozuntusunun qarşısını almaq məqsədi ilə həmin şəxslər gömrükçülər tərəfindən qeyd olunan ərazidə saxlanılıblar. Bu zaman məlum olub ki, vətəndaşlar 2 ədəd Sony markalı PlayStation 4, 123 ədəd 1008 Lite markalı mobil telefon, 10 ədəd iPhone 8 və 1 ədəd iPhone X markalı mobil telefona aid qutuları başqa şəxslərə paylamaqla ölkə ərazisində şəxsi istehlak miqdarı adı altında keçirməyə cəhd göstəriblər. Həmin məhsullar gömrükçülər tərəfindən saxlanılaraq Qərb Ərazisi Baş Gömrük İdarəsinin Qırmızı Körpü gömrük postuna gətirilib. Saxlanılan zaman vətəndaşlar tərəfindən qeyd olunan mallara dair heç bir sənəd təqdim olunmayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 martda gözlənilən hava şəraitini açıqlayıb. Milli Hidrometeorologiya Departamentindən Qafqaz Infoya verilən məlumata görə Bakıda və Abşeron yarımadasında hava əsasən dəyişkən buludlu, yağmursuz keçəcək. Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 5-7 dərəcə isti, gündüz 10-15 dərəcə isti, Bakıda gecə 5-7 dərəcə isti, gündüz 13-15 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 769 mm civə sütunundan 761 mm civə sütununa inəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 55-60% olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Qərb küləyi gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6 dərəcə isti, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti təşkil edəcək. Martın 10-dan 13-nədək cənub-qərb küləyinin arabir güclənməsi, temperaturun yüksəlməsi ilə əlaqədar yüksək dağlıq ərazilərdə qar uçqunu ehtimalı var.